Salam əziz dostlar. Bugün bizim çox maraqlı bir qonağımız olacaq. Hamının yəqin ki tanıdığı, hətta təqdimata ehtiyacı olmayan bir insan, yəqin ki belə deyək. Taleh Yüzbəyov, aktyor, rejissor və ssenarist. Belə təqdim eləyə bilərik də. Xoş gördük Taleh bəy. Tamam, Necəsiz? sağ olun, yaxşı, yuxulu. Mən yuxu üçün həsrət qalanlardanam və çox yatmağı sevirəm. Günorta yuxudan durmaq ən böyük hobbimdir. Yox, məndə də var tənbəllik, yuxu da yaxşı şeydir. Amma indi yatmağa zaman olmaz. Filminiz yeni çıxıb. Dinləyicilərə hatırladım bir daha ki, Taleh bəyin yeni filmi, bəlkə də filmi, çox maraqlı bir janrda çəkilmiş film. Aprelin əvvəllərindən demək Bakıda ekranlardadır, kinoteatrlarda nümayiş etdirilir. Mən filmə baxdım, Taleh bəy. Gəldim Bakıya, gələn kimi də filmimizə baxdım, maraqlı gəlmişdi mənə. Belə deyim də, utopiya janrında Azərbaycanda çəkilən çox nadir hallardan biridir. Film utopik janrda, fantezi janrında çəkilib həm də. Burada amma utopiya ilə bərabər həm də anti-utopiyadır da biraz. Çünki orada gələcəyə yox, keçmişə səyahət edirsiniz. Adətən bizim filmlərdə, ümumiyyətlə dünya kinosunda zamana səyahət gələcəyi göstərmək üçün. Hətta bizdə də var da o məşhur demək filmdə deyir ki, Rəşid, diqqətlə bax, gülümsə. Orada gələcəyə gedirlər. Normalda hər belə yəni zaman maşını yəni həm gələcəyə, həm keçmişə gedir, amma bizim filmdə bir tərəfə gedir. Ancaq keçmişə. Yalnız keçmişə gedir. Taleh bəy, lap sadə suallardan başlayaq. Necə oldu bu fantezi janrı ağlınıza gəldi? Reallıq bu qədər qorxunçdur, yoxsa reallıqdan getmək hissi var, yoxsa nəyə görə məhz fantezi? Ümumiyyətlə, axır demək olar bütün ssenarilərim reallıq janrından uzaqdır. Bilmirəm, mənə daha çox indi həmişə maraqlı gəlir. Sadəcə büdcə və ona pul tapmaq çətin olub deyə mənim o ssenarinin ondan çox yaşı var, 12-13 yaşı var da məsəl üçün. Yəni, bu cür ssenariləri vaxtı ikən yazmışam, amma bilmişəm ki, çəkə bilməyəcəm, saxlamışam. Mən realizm janrını sevirəm, müəyyən işlərim var o istiqamətdə, amma mənə sırf bu nağılvari, biraz fantastik, biraz mistik əhvalatlar daha maraqlı gəlir açığı və onu bu il bəyan edilmişəm tamaşaçılara. Bundan əvvəlki bundan bu əvvəlki filmlərinizdə rol aldığınız filmlər, Orta Statistik Rasim, o birisilər Zəhər Tuluğu, bunlar əslində qəddar realizm idi axı. Bir növ, o deyəsən sizi biraz darıxdırdı, o üslub. Hə, ümumiyyətlə, yəni çox maraqlı gəlməyib mənə heç vaxt. Sadəcə olaraq yəni mövcud vəziyyətdə eləyə biləcəyimiz olubdur. Rasimdə, yəni əslində realizm olsa belə onun bir xəyal dünyası var. Çəkdiyi belə beynində bir film var. O da biraz yəni tam realizmdə oturmur. Yəni Rasim özü eləyə bilmədiyi şeyləri bir növ filmdə eləyirdi və Hikmət Rəhimovun obrazı ilə eləyirdi. Qışqırırdı, sözünü deyirdi, bank yarırdı. Orada artıq düzəltləri var, yəni indi eləmək istədiklərimi. Amma yenə deyirəm, bizdə film çəkmək o qədər belə qəliz, belə biraz çətin, qaça-qaç prosesdir ki, hazırlıqlar, pul tapmaqlar, ürəyin düşündüyü həyata keçirməklər çətindir. Ona görə eləyə biləcəyimiz realizm janrı olur çox vaxt. Yəni, spesifiklərə ehtiyac olmur, deyimə və s. ehtiyac olmasın deyə biz indi burada baş verən əhvalatları sırf danışmışıq. O janrda yəni yaxşıdır və onu yaxşı eləyən bizdə çox yaxşı rejissorlar var. Mən də özümü sınamışam, amma niyəsə bundan sonra öz yolunu daha çox biraz belə siz demiş utopik, fantastik belə istiqamətdə görürəm. Yox, amma nə qədər utopik olsa da filmdə biraz spoiler verim baxmayanlar üçün. Filmdə çox hadisələrə apellyasiya edilir. Məsələn, mən düzünü deyim, gözləmirdim ki, Birinci Dünya Müharibəsi haqqında söhbət gedəcək orada.
nə bilim, orada Cümhuriyyət dövrü barədə də söhbət açılır, tarixi hadisələrdən. Ətraflı bəhs edilməsə də buna, Anlatılan haqqında yəni söhbət olacaq. yox, çox olur, çox maraqlı şeylər olur. Qavrila prinsipdən, demək, qədim Misir, piramidalarının tikilməsinə qədər belə bir, geniş bir, belə bir müxtəlif orada, çalarlar var idi, müxtəlif. Hətta orta əsrdən gəlmiş bir cəngavər, yəni səlibçi döyüşçünün də obrazı var. Çox belə maraqlı idi. Belə deyək də, Talib bəy, bu filmi çəkəndə Azərbaycan kinosunun hansısa bir ənənəsi vardımı sizin üçün? Yoxsa özünüzü sanki sıfırdan belə bir iş görmüşsünüz, hiss eləyirdiniz? Bizdə axı olub bir qədər, biz danışdıq bu fantezi barədə. Az olsa da olub, hə? Hə, deməzdim sırf biz orada ənənə kimi şeyi saxlamışam. Bizdə də filmdə xalatla qayıdırdılar, sehirli xalatla. Bizdə də o Sehirli xalat. hə, bizdə də şeylə qayıdırdıq. Əyninə geyinən bir alətlə. Yəni biz aləti hərəkətli bir şey. Yəni filmimizdən qalan göndərmə o olubdu. Amma normalda daha çox nə vaxtsa zaman maşını ilə baxdığım filmlərin şeyi var, amma onları belə yəni tam saxlamağa çalışmamışam. Çalışmışam tam müstəqil film olsun, başqa hansısa başqa filmə oxşamasın. Baxanda deməyəsən ki, bu filan filmə oxşayır kimi bir şey təəssürat olmasın deyə tam sıfırdan. Çünki janr olaraq mən həm yazanda, həm sonradan araşdıranda ki, belə bir şey varmı ki, bir filmdə həm zaman maşını, həm ruhlar olsun. Sən demə yox imiş. Bu özü də bir təzə süjet tapıntısıdır, yəni belə bir yanaşmadır. Və film əslində göründüyündən daha çox qəddar filmdir. Amma indi çalışmışıq ki, maksimum onu daha şirin belə nağıl kimi danışaq. Yox, orada əslində belə deyim, postmodern elementlər də vardı. Çünki komediya, tarix, fantezi bir neçə janrın qarşı-qarşılığı idi. Orada çoxlu komik anlar da var. Yəni filmə baxmağına dəyər. Bütün dinləyicilərimizə tövsiyə edirəm. Bütünlüklə spoiler vermək istəmirəm, amma doğrudan da həm əyləncəli, həm gülməli, həm də ki, belə maraqlı tarixi anları olan kimi işinizdən danışaq. Aktyor demək, heyətindən, işindən razısınızmı? Razı qaldınızmı kolleqalardan? Mən şəxsən çox razı qalmışam. Yəni Nurmanı onsuz da illərdir universitetin 1-ci kursundan bir-birimizi tanıyırıq. Yusif bəy obrazını oynayan aktyor. Əli ilə teatrdan tanışıq və yazanda ilk yəni beynində kast elədiyim adam sırf Əli idi. Ümid rolunu oynayan aktyor Əli Əlizadə. Bir problem qızlarda idi. Çünki mən bunu yazanda, fikirləşəndə mən hələ ofisdə işləyirdim və mən bu əhvalatı öz iş yoldaşlarımla eləməyi düşünürdüm. Mobildə işləyəndə burasını istəyirsiniz, basarsınız. Amma indi artıq daha peşəkar yanaşanda mən aktrisaların heç birini nəzərə almamışdım. Günayı tapdıq, Günay Əhmədisi Gülya roluna. Amma sırf Mələk rolu üçün çox əziyyət çəkdim. Mən bunu yazanda mənim yaşım 20-lər idi və belə bir şey yaranırdı. Mən sırf Mələyi o yaşda görürdüm, 20-lərində. Amma indi mənim görkəmim heç 20-lərə yaxın olmadığına görə biraz o başqa bir görüntü, yəni yaş fərqli olan sevgi əmələ gəlirdi də. Məşhur pyesdəki kimi. Onu artıq və o süjetin birbaşa dəyişməsinə səbəb oldu. Biz ilk ssenarilərdə bir-birimizi sevən bir evdə yaşayan cütlük idik. Amma yəni mən baxıram ki, yəni bu qız niyə bu kişi ilə bir evdə yaşamaq istəsin, başı xarab bir kişi ilə mənim obrazımdan. Və sırf İlana xanımın bu rolu təsdiqlənməsi, yəni axır hardasa bir yalan olmasın, ona yaxın aktrisa kast elədik. Demirəm, yəni onlar da rolun öhdəsində sadəcə oturmurdu. Mənim beynimdəki Məli obrazına oturmurdu. İlana çuk deyib oturdu belə. Dedim, aha. Amma indi bir dənə problem var ki, biz necə eləyək ki, ata-balaya oxşamayaq və süjet xəttini müəyyən qədər. Çünki süjetdə də onun ona qarşı hissi aydın deyil. Yəni biz bilmirik o onu sevirdi yoxsa yox. Qızın ona hissləri nə idi? Qız onu heç vaxt tam yaxına buraxmırdı. Qız hətta ssenarinin bir mərhələsində bir şey də var idi ki, belə bir şübhə də var idi ki, qız
bundan istifadə edir ki, nişanlısına qayıtsın. Yəni o özünü ona görə yaxşı göstərir ki, bu Əlbəttə. maşını eləsin. Amma sonradan sırf personajı ləkələməmək üçün elə xəttləri çıxartdıq. Qoy sevgi xəttinə oxşasın, amma yenə də biz deyə bilmərik ki, bu tam sevgi xəttidir. Qız ona sevgi, yəni sevgili şeyi eləmədi heç vaxt. Yəni rol oynamadı. Gözəl. Talib bəy, birazca da bizim hazırki kinonun durumundan biraz danışaq. Hı hı. Belə bir təəssürat var ki, bizim kino bir tərəfdən bu kommersiya janrı, belə komediyalar bu. Bir də bu tərəfdən də müəllif kinosuna sığınıb. Siz necə qiymətləndirirsiniz? Hər halda uzun müddətdir bu sahədəsiniz. Hazırda kinonun, bizim kinonun durumu hansı vəziyyətdə, necədir? Allaha bənddir biraz. Yəni belə maşını xalastoyda deyək də, ruslar xalastoyda. Xalastoyda buraxarsan, hündür yerdən gedər. Yəni bəxtin gətirsə düz gedib hardasa dayanacaq. Bəxtin gətirməsə yolun qırağını aşacaq və yaxud da gedib hansısa başqa maşına sürtüləcək. Məncə Azərbaycan kinosunun indiki vəziyyəti sırf belə xalastoydadır. Başqa, yəni müəyyən bir plan, müəyyən bir hədəf yoxdur deyə, yəni belə bir strategiya yoxdur. Mən elə bilirəm. Bəlkə də var, biz görmürük. Amma görünən qıraqdan və içəridən odur ki, müəyyən bir strategiyası olmayan bir sahədir. Sadəcə indiki, yəni müstəqil kino prosta sevib və buradan pul qazanmaq, ya sevən, ya pul qazanmaq istəyənlərin üstündə dayanır. Özü öyrənmişlər insan. Yəni hal-hazırda istənilən bir kino çəkiliş meydanına getsəz, oradakı olan insanların 50-70% özü öyrənənlərdir. Çünki universitet təhsil vermir o formada. Yəni səs rejissoru, səs operatoru, montaj və s. kimi işıqçı və bir sıra aktyorlar da yəni heç universitet təhsili almayıb, məncə heç nə də itirməyiblər. Yəni özü öyrənmiş, sadəcə kinonu sevən insanlar, müstəqil kino onun üzərində gedir. Dövlət kinosu da belə indi gördüyümüz kimi də artıq neçə vaxtdır demək olar kino çəkilmir. Və çəkilmək üçün məsələn müsabiqələr də elan olunur. Bu yaxşıdır, amma onun şərtləri də biraz ağır olur. Məsələn üçün axır təyin yəni yarışmada sən bir şirkətin olmalıdır. O şirkətin bir dənə filmi olmalıdır. Yəni biraz çox çətindir. Yəni Azərbaycanda nə qədər kino çəkən adam var, nə qədər kino şirkəti var ki, hələ bunun bir müstəqil filmi olsun, bu qədər pul olsun. Və məncə hələ ki tezdir elə ağır şərtlər qoymaq. Onsuz da kino adamları göz qabağında. Kino elə bir sahədir ki, oradan pulu, bu tikinti və s. deyil ki, pulu alıb necəsə gizlədib yeyə biləsən. Burada hər şey göz qabağında olur kinoda. Kim oynayır, necə çəkiblər, nəyə çəkiblər və nə oldu. Ona görə məncə biraz şərtləri daha yumşaq eləsələr, hamı iştirak edə bilər. Belədir, yəni. Məncə kino vəziyyəti öz-özünə gedən maşına oxşuyur. Talib bəy, belə çıxır ki, artıq bu təhsilə ehtiyac yoxdur orada. İncəsənət İnstitutu, yəni heç bir mənası yoxdur. Təhsilə həmişə ehtiyac var, yəni orada deyil. Amma baxır nə təhsil verirlər. Mən də onu deyirəm. Baxır nə təhsil verirlər. Aha. İncəsənət Universiteti o qədər köhnə kanonların üzərindədir ki, mən özüm oranı bitirmişəm və içəridən bilirəm, indi də dostlarımız və s. Hələ də bir köhnə kafa var, indi belə pis çıxmasın. Elə bil ki, 80-ların, 70-lərin İncəsənət Universitetidir. Hətta son dövrlərə qədər operator kurslarında kamera olmayıb. Başa düşürsünüz belə demək. Sən operatorluq öyrənirsən, amma sənin praktika eləməyə kamera yoxdur. Biz aktyorluq fakültəsini oxuyurduq, kino və teatr aktyoru. Biz teatr aktyoru ola bilirdik maksimum. Çünki bir kamera yoxdur ki, biz onun qabağında oynayaq, görək kamera qabağında, işığın altında oynamaq nədir? Rejissorun kamera önündə verdiyi mizanlara necə əməl eləmək olar, son nöqtə haradır, ümumi obyektiv belə olanda necə oynamalısan, baş hərəkətləri, məsəl üçün daha yaxın planlarda daha az hərəkət. Məsəl üçün, yəni bu cür kimi şeyləri praktika eləməyə yerin yoxdur. Sən teatr aktyoru kimi bitirirsən və gəlirsən filmə bir dəfə oynaya bilmirsən, çünki sən teatral oyunun var və heç kəsin də həvəsi yoxdur səni yetişdirsin. Və bir müddət, 1-2 dənə uğursuz roldan sonra deyirlər ki, oynaya bilmir, başqasını tapaq və s. Və belə bir, bu ancaq aktyor fakültəsindədir. Yəni, İncəsənət Universitetinin, yəni mən oxumayan heç nə itirmir, o mənada deyirəm ki, verdiyi təhsil bir, yəni, indiki tələblərə uyğun təhsil deyil.
Düşünürsünüz ki, bu sahədə də islahata ehtiyac var da, Talib bəy? Mən onu bir neçə dəfə demişəm, yəni heç kəs də inciməsin. Mən demişəm ki, İqtisad Universitetini sökmək, belə dibinə kimi təzədən tikmək lazımdır yəni. Böyük bir islahat keçməlidir ora. Böyük bir, yəni yeni bir başlar gəlməlidir. Müasir insanların baxışı və xaricdən müəllimlərmi, nə master klasslarmı çağırılmalıdır ki, çünki biz Stanislavski sistemi ilə gedirik. Dünyada da yəni Stanislavski sistemi qəbul olunur. Amma dünyada artıq Stanislavski sistemindən doğmuş yeni aktyor məktəbləri var. Görək onlar nə deyir? Yəni Stanislavski 100 il əvvəl yaşayıbdı. Və yenə də hər Əlbəttə, şeyin 100 il kökü əvvəl. odur. Hər şeyin kökü odur. Onu bilmək əsasdır. Amma bunun üstünə hansı məktəb var? Hollywoodda hansı sistem tətbiq olunur bu dəqiqə? Mikhail Çexov var, Çapak var və s. var. Onlar nə deyir? Yəni buna heç kəs baxmır. Yəni bir növ biz deyirik, oyda necə təbii oynayırlar. Baxaq görək hansı məktəbə dayanır. Bəlkə onu tətbiq edəcək, bizdə də elə yaxşı aktyor olur. Bizdə də o əjdahadan olacaq. Talib bəy, yaxşı, bəs belə deyək də, sizin həmkarlarınız, dostlarınız, onlar da çalışırlar, qısa metrajlı olsa da maraqlı filmlər çəkilir. Maraqlıdır da, cəmaət baxır, adamlar baxır, çağdaş mövzulara toxunur. Azər Aydəmir məsələn, Əlixan Rəcəbov çəkir, başqa dostlar. Bu sizcə belə deyək də, çox müstəqil kinonun rüşeymləri deyilmi, yoxsa? Bir növ burada baxır ona biz kino kimi qəbul edirik. Çünki içi mən qarışır, yəni rasimlər, zəhər turğuları olur və s. Biz kino çəkirik iddiası ilə çəkməmişik. Biz sadəcə YouTube üçün kontent yaratmışıq. Sadəcə biz kino istiqamətini götürmüşük, belə əhvalat nəqli istiqamətini götürmüşük deyə o formalar alınıb. Yəni ola bilər nə vaxtsa indi bunu araşdırsalar, bu da bir kino nümunəsi kimi qəbul olursa, bəlkə hə, amma bizim elədiyimizin kökündə kino çəkirik iddiası olmayıbdır. Əlixan da yəni o Qaqlilər və yaxud Bakının gündəliyi və s. də gəlin YouTube üçün video çəkək. Biz bu işlə yola çıxmışıq, mən də həmçinin. Yəni ilk film cəhdi mənim sırf hardasa Rasimi serial cəhdi saymışam, orta statistik Rasimi. Və filmin bir dənə Zəhər Tuğunun filmi və bəlkə də filmidir. Yəni onlara artıq mən deyirəm ki, mən film çəkmişəm. Amma ondan qabaqçılara mən inanıram Əlixan da həmçinin biz YouTube üçün kontent yaratmışıq. İndi işte gələcəkdə bu işdə araşdıran kino tənqidçilər onları kino nümunələri, müstəqil kino nümunələri kimi qəbul edəsələr, onlar biləcəklər. O qərarı onlar verəcək. Yaxşı, Talib bəy, başqa tərəfdən də yanaşaq. Sizin filmlə yanaşı, indi hazırda Bakıda kinoteatrlarda Tağıyev filminin nümayiş etdirilir. Mən o filmin birincisinə də baxmağa müəssər oldum. O vaxt dekabrda idi, burada idim. İkincisinə də baxdım. Mən belə başa düşürəm ki, bu bir növ milli mifologiyanın yaratmaq cəhdidir. Ki, elə ideal bir qəhrəman tapılır, hansını ki, bütün cəmiyyət qəbul eləyir və onun bir qədər ideallaşdırılmış obrazı yaradılır da. İndi Tağıyev də insandır, yəni müqəddəs ruh deyil. Amma hər halda belə bir kinoda milli mifologiya yəqin ki, yaradılmalıdır. Çünki biz identifikasiyamızın yeni dövrünü yaşayırıq artıq. Siz necə düşünürsünüz? Bax, bu tərəf necədir bizdə? Biraz gedişmiş açığı. Çünki bu cür qəhrəmanlara, bu cür tarixi şəxslər, məsələn, Sovet dövründə daha çox olunub bunlar, Babəklər və s. düzdür. Daha belə Sovet ideologiyasına qulluq edən formada Nəsimi, kifayət qədər tarixi personajlar yaradıb və bizim 90'lardan bu yana elə bir filmimiz yoxdur ki, hansı ki, bir dənə var, məsəl üçün, güllələnmə tarixinə saldır. O da sırf kriminal həyat yaşayan xan obrazı haqqındadır. Hətta o belə mənim yadıma gəlir ki, biz məktəbdə oxuyanda o qədər təsirlənmişdi mənim sinif yoldaşlarıma. Özlərini onun kimi, o ləqəbi götürürdülər özlərinə, öyle aparmağa çalışırlar, bir ceyl obrazı idi. O da real şəxs olubdur. Məncə çoxdan başlamaq lazım idi və bu bir milləti özü tanıması üçün, millətin bir qəhrəmanlarının formalaşması üçün çox vacib addımlardan biridir. Məsələn, türklər bunu Atatürk'ü artıq 100 ildən çoxdur kultlaşdırıb, ondan sonra keçiblər Osmanlı sultanlarına və s. kimi. Biz məncə biraz gecikmişik və məncə faydalı bir şeydir. Çünki biz özümüzə oxşamağa cəhd edirik. Çünki yeni yetməkəm, məsəl üçün, mən bir dəfə Zəhər Suluğun uğurundan sonra mən öz müəllimim Bəxtiyar Xanzadə ilə danışdıq və biz müzakirə elədik ki, niyə bu obraz sevilməyə başladı?
Və bəxtə mənə bir söz dedi ki, axır ki bir kişi obrazı peyda oldu. Belə sözünü deyən, müdürünə kəllə atan, heç nədən qorxmayan və müəyyən yaşda insanlar onu özlərinə artıq bir kumir kimi, bir oxşamaq istədikləri bir şəxs kimi götürürlər. Çünki mən onu deyəndə çox fikirləşdim. Bəli, yəni müstəqil kinomuzda sırf belə mərd obrazı deyək, belə bir ədalətli obraz. Doğrudan da komediyalarda adətən qaçan, qorxan, zəif personajlar var idi. Amma bu bir növ elə olmağı insanları ona sevməyinə səbəb, insanların sevməyinə səbəb sırf onun daha güclü personaj olmağı idi. Və bu cür personajlara məncə ehtiyac var. Sırf bizim yeniyetmələr, gənclər böyüyəndə müəyyən bir kurs götürsünlər ki, məsəl üçün mən belə olmaq istəyirəm. Demirəm hamısının vurub yıxan olmalıdır. Yaxşı alim obrazları yaradılmalıdır, maraqlı alim obrazları, yaxşı fizik, məsəl üçün yaxşı müəllim obrazları yaradılmalıdır. Yaxşı məsəl polis obrazı yaradılmalıdır ki, uşaqların beynində artıq o şey formalaşıb ki, mən belə olacağam, mən yaxşı olacağam. Alim olmaq pis şey deyil. Yəni bizdə alim olmaq o qədər avtoritet olmayan bir peşə olub ki artıq. Məncə sırf bu istiqamətdə düşünmək lazımdır ki, gənclərdə alim olmaq, mənim ixtiraçı olmaq, mənim həkim olmaq kimi, yəni ancaq pul qazanmaq üçün yox, həm də vicdanlı formasında olmaq təlqin olunur. Və sonuncu sual onda, buradan çıxan sonuncu sual. Belə bir ideyanız varmı? Cəmiyyətə müsbət mesaj ötürəcək belə bir qəhrəman yaratmaq gələcəkdə. Belə bir ssenari, belə bir film, belə bir ideya varmı sizdə? Çətindir, bilirəm, çətindir belə bir şey təklif eləmək cəmiyyətə, amma hər halda. Ümumiyyətlə, arzu olaraq var, ssenari olaraq hələ düşünməmişəm. Amma mən istəyərəm bir yaxşı, güclü alim personajı yaratmaq istəyərəm əvvəlcə ki, sırf bu sahənin yaxşı mütəxəssisidir və bu belə olmaq cooldur, məsəl üçün. Bir həkim, çünki müəyyən qədər hörmətdən salınmış sənədlər var. Qəsdənmi, qəsd istənilmədənmi və yaxud da həmin sahədə olan insanların səhlənkarlığındanmı? Məsəl üçün, müəllim obrazı artıq müqəddəsliyini itirib məncə. Yəni cəmiyyət arasında və yaxud həkim obrazı daha çox səhv ayaq kəsən kimi yadda qalır, çünki xəbərlər onun istiqamətində tirajlanır. Amma kifayət qədər yaxşı müəllimlərimiz, kifayət qədər yaxşı həkimlərimiz mövcuddur. Bu mənim tək gücümdə olan şey deyil. Bu mən bayaq dediyim o strategiya məsələsidir. Dövlətin bir strategiyası olur ki, bu məsəl üçün Tağıyev bir strategiyanın çox güman ki bir parçasıdır ki, biz belə personajlar yaratmalıyıq. Bizim bir öndərimiz və s. və ya oxşamaq istədiyimiz şəxslər olmaq. Bəlkə milyonçular vaxtı Tağıyev oxşamaq istədi və s. kimi. Bəlkə də. Amma bu bir strategiyanın bir parçası, bu müstəqil kinonun gücünün altında deyil. Çünki bir filmlə olan şeylər deyil. Yəni vaxtı ikən İtalyanların o serialı vardı, Komissar Katania. O necə bir müsbət. Çox güman ki, İtalyan cəmiyyətində polislərə qarşı sevgi yoxdur. Yəni dünyanın istənilən istiqamətində elədir. Fransızlar ələ saldı, məsəl üçün, jandarmlarla. Amma İtalyanlar, məsəl üçün, o serialı yaratdı. Mən belə uşaq vaxtı deyilmiş, mən də belə dedektiv olacam, tapancam olacaq. Böyüyüb düz aktyor oldum, ən azından o tərəfə ki. Amma yəni bu cür şeylər strategiyanın bir parçası olmalıdır. Valla çox ürəyim yanır ki, bizim kinomuz 1898-də nöqtəsi sayılır. Fransız rejissor Mişonun çəkdiyi balaca bir yanğın bizim kinomuzun əsasıdır. İlk bədii filmimizi 1916-da çəkmişik. Yəni bu da çox yaxşı tarixdir, yaxın regiondur. Koreyadan belə tez çəkmişik filmimizi. Amma bu get-gedə belə bir filmimizin dünya kinoları arasında siyahısında olmaması belə adama biraz pis təsir edir ki, valla məncə biz istedadlıyıq. Bizim yaxşı rejissorlarımız, aktyorlarımız, hər şey, senaristlərimiz var. Sadəcə olaraq bu bir sistematik olmalıdır. Bu bir mütəmadi olmalıdır ki, biz eləyə-eləyə öyrənək də. Yəni bir kino çəkib, oturub təzədən 5 il gözləyib, ikinci kinomu çəkib. Onsuz da indi kino çəkmək əvvəlkinə nisbətən daha asandır. Əvvəl plyonka idi, daha böyük xərclər idi. İndi bir dənə kamera varsa, senari varsa, biz onsuz da ilk videolarımızı yalvar-yaxarla çəkmişdik ki, qurban olub gəlməyəm, bunu çəkək, maraqlı bir şey. Və ən pis odur ki, indi də filmlərimizi eyni cür çəkirik. Yəni büdcə baxımından ki, qurban olub, qadan olub, gəlin biz kino çəkək. Minnətlə, xahişlə belə olmamalı. Daha yəni
bu sahəyə daha çox pul yönəlsə, daha çox maraq olsa, dövlətin marağı olsa ki, bizim kinomuz yaxşı olsun, məncə çox yaxşı mütəxəssislər, bəlkə də bizim tanımadığımız çox yaxşı rejissorlar, ssenaristlər, aktyorlar hələ də özlərini ifadə edə bilməyiblər. Onlar çıxacaq və mədəniyyət kino dünyanın bütün ölkələrinin, Afrika kasıb ölkələrinin belə kinoları varsa, deməli bu lazımlı sənətdir və yaşamağa məcbur. Sonu sualla bitirək də, bəlkə də elədilər. Bəlkə Sizə də uğurlar hər şey diləyirəm yaxşı Talib bəy bu işdə. Bəlkə də hər şey yaxşı olacaq. Bəlkə də filmini bir daha xatırladıram dinləyici dostlarımıza. Hamıya tövsiyə edirəm bu filmə baxın, maraqlıdır, əyləncəlidir, həm də düşündürücüdür. Bəlkə də özdə sual verir, təkcə keçmiş fantezi barədə deyil, reallığımız barədə də yəqin sual verir. Talib bəy, sizə də minnətdarlığımı bildirirəm. Çox sağ olun. Sizə uğurlar gələcək. İzləyəcəyik, baxırıq, gözləyirik. Çox sağ olun. Sağ olun, hələlik.